Tələbələr, o tərəfdə olan tələbələrin çoxsu heç bilmir nə baş verir. Ya da heç istəmirlər bu məsələyə girişsinlər. Momey yedilər də. Momey ye, arkadaşlar, momey ye. Momey ye nə deməkdir? Momey odur ki, mənhəcdə kimin problemi var olsun. Bir olar. Momey yeri babudur. Yəni, onlar mənhəc söhbətin xoşlamırlar. Deyirlər, mənhəc söhbətə danışmır. Bu nədir? Mənhəc. Amma hal-hazırda, yəni, məhz mənhəc, çünki əqidədə, bizim bu xavariclərin çoxsu əqidələri sələfə qədəsidir. Yəni, nə cəhətdən? Allah samadadır. Allahın sifətləri necə gəlib, o cür qəbul edirik. Qiyamət günü Allah'a görəcək. Nədə seçilirik biz onlarla? Mənhəcdə. Adı götürülməsənə İbn Laden. İbn Laden, ola bilsin, bu məsələdə, etiqad məsələlərində belə deyirdi. Amma nədə problem var idi? Mənhəcdə. Mənhəcdə problem var idi. Həmçinin başqalarının. Yəni, onlar deyirlər, mənhəci qoyublar qırağı. Mənhəcə qiymət vermirlər. Aydın danış ki, mənhəcin birinə, necə İmam Əhməd deyir, usul üstündə də, mənhəcin birinə ki, müxalif olsa, əhl-i üstünə sayılmır. Onlar isə deyirlər, yox, mənhəcdə problem olsa da qalsın bu. Susaq. Aydın deyir, bu da problem, bu da təhlükədir. Aydın deyir, təhlükə. Adı götürdə baxmışam, Azərbaycandan Salı da demədi Darüsəlamdır. Daha da getdi, amma demədi. Bilirsiniz, qardaşlar, onlar 50 başlı danışırlar. Onlar səmimi deyirlər. Səmimi deyirlər, görürsən, bu birisi nə danışır? 4 üstə gəl, 4 deyirlər. 2 üstə gəl, 2 deyirlər, 4 də. Nə deyir? 2 üstə gəl, 1 sözü 2, o deməkdir ki, 3 üstə gəl, 1, sonra 2-dən çıxırsan 1, 1 üstə gəlsən 2, danışır səhərəcən, axırda deyir 4. Bu elə deyinə belə də, biri başa deyinə 2 üstə gəl, 2, 4-dür. Aydın danış. Yəni, bilsən, fitnə vaxtı, qardaşlar, fitnə vaxtı. Sözlər, cümlələr aydın olmalıdır. İmam Əhmədin vaxtında Quran məxluqdur. Yəni, İmam Əhməd təbdi edirdi, bidətçi görürdü. Bəzi sələf alimlərinə ola bilsin, kimsə deyib ki, oxuduğum bu ki, Quran var, bu məndən çıxan səs, o məxluqdur. İmam Əhməd dedi ki, o da bidətçidir. Yəni, o dərəcədir ki, o vaxtı fitnə olanda sözlər, cümlələr aydın olmalıdır. Yəni, oynamaq vaxtı deyil. Aydındır, sən görürsən ki, belədir bu məsələ. Sən deyirsən ki, mən dayanmışam. Ay, nə dayanmışam? Aləm qarışıb bir-birdə, dünya dağılır, cavan uşaqlar düşür, təkvir fikirə gəlib ölürlər. Sən durub deyirsən ki, mən dayanmışam. Nəyə dayanmışsan? Əksinə, sən aydın olmalısın bu məsələlərdə. O məsələlərdə ki, cavanları alladırlar. O məsələlərdə aydın olmalısın. Aydındır, belə fitnə vaxtı və s. cümlələr aydın olmalıdır. Ona görə cavab verir 10 başdır, necə deyirlər, 20 başdır ki, tuta bilməyəsən bu nə istəyir. Əksinə deyinə də açıq aydın. Ona görə tövbəsi şübhəlidir onun.